Biri var idi, biri yox idi. Bir gün dovşan arvadı və balalarından ayrılır, meşəyə alma yığmağa gedir. Meşədə qara qarğa da var idi. Dovşan yığdığı almalardan ayıya da verir. Ayı almaların dadına baxır. Sonra dələlərə də verir, kirpinin də tikanlarına alma taxır, köstəbəyə də alma verir. Sonra keçi balalarına da alma verir. Pis qara qarğa isə onu hirsləndirir və onun səbətindəki almaları dağıdır. Sonra gəlib dovşandan alma istəyəndə dovşan görür ki, yoxdur və gedir yenidən alma yığmağa. Amma dovşan canavarı oyadır, canavar onun dalınca qaçmağa başlayır. Dovşan da qaça-qaça istəyir ki, canavardan qurtulsun, amma suya da yıxılır. Qara qarğa meşədə heyvanları toplayıb deyir ki, dovşanın balaları evdə acdı, yeməksiz qalıblar. Keçi, kirpi, dələlər, köstəbək onlara yemək gətirir və onlar yemək yeyirlər. Birdən ata dovşan islanmış vəziyyətdə gəlib evə girir, qorxusundan çarpayının altında gizlənir, uşaqlarını da özü ilə götürür. Birdən pəncərə açılır, dovşan bərk qorxur, amma sən demə bu ayıymış. Ayı onlara bal gətirir, balalar görür, sevinir. Dovşan balaları ilə stolun ətrafında oturur və sevincək yemək yeyirlər.